Dünya mediasının gündəmində olan Venezuela prezidentinə qarşı əməliyyatı keçirən Delta Force xüsusi təyinatları Amerika Birləşmiş Ştatları ordusunun ən elit bölməsi sayılır. Səssiz güc və ya kölgə ordusu olaraq bilinən qrupun əməliyyatı Karakasda partlayışlar və rabitə infrastrukturunun kəsilməsi ilə başlayıb. Bundan sonra xüsusi təyinatlılar helikopterlərlə gizli şəkildə prezident sarayına inib. Gücləndirilən müdafiə tədbirlərinə baxmayaraq, Maduro yarım saatdan az müddətdə saxlanılıb. Bu əməliyyat qrupun tarixindəki ən vacib və sürətli müdaxilələrdən biri kimi diqqət çəkib. Düşünürəm ki, bu əməliyyat yüksək səviyyədə həyata keçirildi. Çünki bu qədər az müddətdə, üstəlik şəhər içində keçirilən əməliyyat heç də asan iş deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Delta Force Birləşmiş Ştatlar ordusu üçün çox vacib qüvvədir. Çünki onlar hər şəraitdə terrorizmlə mübarizə və yüksək riskli əməliyyatlar zamanı tapşırıqları professional şəkildə icra edirlər. Bilirik ki, gecə əməliyyatları daha çətin hesab olunur. Lakin Delta Force Maduronu elə gecə vaxtı ələ keçirməyi bacarır. Tam adı Delta Force olan qrup 1977-ci ildə Birləşmiş Ştatların Şimali Karolina ştatının Fort Bragg hərbi bazasında yaradılıb. Rəsmi adıyla 1-ci xüsusi təyinatlı əməliyyat dəstəsi olaraq bilinən Delta, Birləşmiş Ştatlar quru qüvvələrinin xüsusi əməliyyat komandanlığına bağlı olaraq fəaliyyət göstərir. Bölmə Böyük Britaniya xüsusi hava xidməti olan SAS-a uyğun modelləşdirilib. Elə bu xüsusi dəstənin qurucusu polkovnik Charles Beckwith də əvvəllər SAS-da xidmət edib. Digər tərəfdən son dərəcə yüksək riskli və strateji əhəmiyyət daşıyan əməliyyatlarda iştirak edən bölmənin əsas tapşırıqları arasına terrorizmlə mübarizə, girovları xilas etmək, basqın və gizli düşmən qüvvələrini aradan götürmək və kəşfiyyat fəaliyyətləri daxildir. Bu qrup xüsusi olaraq hazırlanan və diqqətlə seçilən ən yaxşı əsgərlərdən ibarətdir. Delta Force hərbiçiləri snayper atışları, yaxın məsafəli əlbəyaxa döyüş, partlayıcı maddələrlə işləmə üsulları üzrə güclü təlimlər keçirlər. Təyyarələr, gəmilər, qatarlar və quru nəqliyyat vasitələri ilə işləyə bilən dəstə istənilən şəraitdə sürətli reaksiya verməyə qadirdir. Maduronun saxlanılması ilə gündəmə gələn dəstənin indiyə qədər hansı liderləri ələ keçirdiyi isə hazırda müzakirə mövzusu olub. İlk əməliyyat 1989-cu ildə Panamanın de facto lideri sayılan Manuel Noriega'ya qarşı olub. Maraqlı olan isə bu şəxsin Maduro ilə bənzər cinayətlərdə ittiham olunmasıdır. Narkotik ticarəti ilə ittiham edilən Noriega, Delta dəstəsinin əməliyyatı zamanı Vatikan səfirliyinə sığınaraq təslim olub. Bundan sonra isə Birləşmiş Ştatlar məhkəməsi üçün Floridaya aparılıb. Daha sonra dəstə 2001-ci ildə Usama Bin Ladenə qarşı əməliyyat keçirib. Həmin şəxsin Pakistanın Abbottabad şəhərində xüsusi təyinatlı qüvvələr tərəfindən məhv edildiyi deyilir. Delta Force İraqın əvvəlki lideri Səddam Hüseynin devrilməsində birbaşa olaraq əsas qüvvə olmasa da, sözügedən xüsusi əməliyyatda və kəşfiyyat toplama missiyalarında böyük rol oynayıb. Bundan 6 il əvvəl, yəni 2019-cu ildə Delta qrupu IŞİD lideri Əbubəkir Əl-Bağdadiyə qarşı basqın edərək onun zərərsiz hala gətirilməsində də iştirak edib. Son olaraq isə bir gün əvvəl Venezuela lideri Nicolas Maduro və xanımına qarşı əməliyyat keçirilib. Analitiklər hesab edir ki, Delta elit bölməsi Maduro əməliyyatı ilə daha yaxından tanındı. İlk dəfə İraq əməliyyat zamanı Delta Force barədə eşitmişdik. Yəni bu qrup əslində daha əvvəl də bilinirdi. Ancaq Venezuela əməliyyatı ilə sanki bütün dünya onları tanıdı. Maduronun ölkədən çıxarılmasında belə məhz bu qrupun rolu var. Çünki saysız tapşırıqlarda iştirak edən Delta dəstəsi hazırda bütün dünyanın gündəmindədir. Qeyd edək ki, Delta Force'un apardığı əməliyyatların əksəriyyəti məxfilik səbəbilə açıqlanmır. Ancaq illər keçdikcə bəzi əməliyyatlar barəsində müəyyən məlumatlar üzə çıxır. Məsələn, bu qrupun ilk missiyası 1979-cu ildə İranda girov böhranı zamanı baş verib. Birləşmiş Ştatların Tehrandakı səfirliyində girov götürülən 53 Amerikalı diplomat və vətəndaşı xilas etmək məqsədi ilə Qartal Pəncəsi adlanan xüsusi hərbi əməliyyat nəzərdə tutulub. Əməliyyat səfirliyə sızaraq girovları azad etməyi nəzərdə tutsa da, texniki nasazlıqlar və əlverişsiz şərait səbəbindən uğursuzluqla nəticələnib.